var ağızdadır, var ağıldadır. Qidalanmamız ağız dadı ilə olduğu zaman xəstə olacağıq. Nədir bu insulin dirənci və nədən yaranır? Karbohidrat mübadilə pozğunluğu birdən-birə diabet olmur. Ona görə bu karbohidrat mübadiləsi pozğunluğunun son dayanacağı və geri dönməyən olanı şəkərli diabet xəstəliyidir. Əvvəl bu məsələ olmayıb, insanlar fərqinə varmayıblar. Siz hər halda düşünmürsünüz ki, heyvan deyir ki, biraz saman yedim, Allah gəlin bir dənə də duzdan da yalayım, belə qəşəng olsun. Elə qidalar olur ki, biz onun tərkibinə baxmırıq, amma onun tərkibində də suyun şəkəri var və heç də az deyil. Biz bir müddət ərzində şirniyyatı kənarlaşdırsaq, biz onsuz yaşaya biləcəyimizi biləcəyik. 14 noyabr Dünya Diabet Günüdür. Sən onunla qorxmadan, alnı açıq şəkildə, üzərinə gedərəkdən, qaydalara uyğun şəkildə hərəkət etdiyin zaman təbii ki, diabet kontrol alınan bir xəstəlikdir.